Deməli, bu xəstəmiz bizə 3 il var da hardasa. Bəli. 3 il bundan qabaq müraciət eləmişdi. Yəni birinci barmaqda böyük bir yara var idi və infeksiyalaşmış bir yara idi. Hətta yəni xəstənin sözlərinə görə əməliyyat, amputasiya əməliyyatı təklif olunmuşdu. Biz bu xəstə ilə deməli konservativ müalicə ilə barmağı əməliyyat etmədən sağaltdıq. Söz yox, mütəmadi olaraq problemlər olur. Bugünkü problemimizdə deməli son 5-ci barmağımızda bir döyənək sürtülmə nəticəsində döyənək yaranıb. Xanım toyda çox oynayıb. O nöqteyi nəzərdən burada yara yaranıb. Əlbəttə ki, bu neyropatiyanın əlamətlərindən biridir. Sözsüz yenə də müalicəmizə davam eləyəcəyik inşallah.